dostum, hər situasiyada yeni bir birlik yaratmaq lazımdır. Köhnə birliklər heç yerə nail olmayıblar. Ona görə yeni birlik yaratmaq lazım. Yeni birlik yaransa mütləqdən təbii ki, müqavimət hərəkatı olaraq orada təmsil olunacaq və xalqımızın azadlığa qovuşması üçün əlimizdən gələni eləyəcək. Fəaliyyətimizi ona yönəldəcəyik. Əsasən bizim gənclərə çox ehtiyacımız var. Gənclərə çox ehtiyacım və bu gənclərin bu hərəkata qoşulması. Çünki bizlər ömrümüzü yaşamışıq, bizlər həyatımızı yaşamışıq. Mənim 65 yaxınlarda 1-2-3 aydan sonra 66 yaşım olacaq. Amma gənclərimiz belə yaşamamalıdır. Gənclərimiz ölkədən qaçmaq uğrunda pul qazanmamalıdır ki, 5-3 manat qazanım, ölkədən bitər qaçım. Yox, ölkədə qalıb ölkədən mübarizə aparmalıyıq. Biz o vaxtları, xarici gələn vaxtları biraz həyatımızın ağır dövrü oldu. Yəni, mütləq təqib olunduq, mütləq həbs olunma qorxusu var idi. Amma bu günləri Azərbaycanda o zamanlar 1-2 nəfər idi biz tutaq ki, 5 nəfər ola bilərdi belə həyat tərkə düşənlər. İlham Əliyev hakimiyyətə gələn mərhələlər idi 2003-2004-cü illərdə. Amma indi bütün Azərbaycan xalqının həyat tərkidir. Ona görə qaçmağa heç bir məsələ yoxdur. Hamı qaçsa, elə İlham Əliyevlər də bunu istəyirlər. Ona görə dostlar, qaçma uğrunda fikirləşməyək, qaçma uğrunda işə girib pul qazanmayaq ki, pul toplayaq, bilet alıb qaçaq və yaxud da ki, kiməsə viza almaq üçün 500 manat pul verək, bizə kömək eləsin. Biz ölkəmizdə qalmaq üçün, ölkəmizi yaşatmaq üçün çalışmalıyıq. Ona görə ziyalılarımızın hər birini, əgər o ziyalılar Azərbaycanda varsa, məsələn, ən azından Buludxan Əliyev timsalında olan xalqına xidmət edən insanlardan mən xahiş edirəm. Ən azından gənclərlə ciddi işləyim. Mənim də bəzi dostlarım var. Bağışlayın. Cəlb edirəm bəzən bu işlərə ki, gəlin. Üzə çıxmırlar, deyirlər biz gənclər işləyirik. Mən görürəm gənclər işləyirlər və gözəl də gənclər yetişdirirlər. Baxın, hər bir adamın ətrafında 10 nəfər, 20 nəfər, 30 nəfər gənc olmalıdır və bu gənclərlə heç olmasa ən azından maarifləndirmə iş aparmalıdır ki, ölkəmizi bu durumdan qutaraq.